Salam, hər birinizi xoş gördük. Bu videoda OTK-nın 6 aprel tarixində keçirilmiş olduğu sınaq imtahanından ingilis dili suallarının izahı ilə tanış olacaq. 10-cu siniflər üzrədir bu. 9 və 8-lər də var. O da digər videodan baxa bilərsiniz. Kanala abunə olmamısınızsa abunə olmağı unutmayın. Çünki 10-cu siniflər və 11-ci siniflər üçün yeni videolar gələcəkdir. Onları da qaçırmayın. 56-cı sualdan başlayaq. 56-cı sualda bizdən düzgün negativ cümləni, yəni inkar cümləni istəyir. Doğru cavabımız burada D variantı olacaqdır. Digərləri niyə olmaz? Məsələn, A variantında neither or ifadəsi yoxdur. Neither nor olmalıdır. B-də there is verib, student cəmdə veribdir, olmaz. C variantında either nor ifadəsi yoxdur. Y-də some təsdiqdə olardı. Bu da inkar veribdir. Cavab D oldu. Bu arada qeyd edeyim ki, imtahanda iştirak etməmisinizsə, mütləq PDF-i işləməniz tövsiyə olunur. PDF-i sizə göndərə bilərəm. Videonun şərh bölməsinə PDF yazsanız, OTK PDF yazsanız, bugün sizə PDF-i göndərəcəm. Mütləq işləməniz lazımdır, əgər imtahan verəcəksinizsə. 57-ci suala baxaq. 57-ci sualda isə deməli, if-li cümlədir, first conditionaldır. İndiki zamandan gələcək sadə zaman uzlaşmalıdır. Məsələn, you-da drinks olmur, indiki ilə gələcək olmalıdır. C-yə baxırıq. If you drink, əgər içsən, sən yata bilməyəcəksən, gələcək zamanda, yəni will-də olmalıdır sağ tərəf. Won't be able to. Cavab C olacaqdır. Oxşar variant Y variantıdır. Burada be yoxdur deyə olmaz. B-də drank keçmiş are indiki. D-də drunkdan were able həm B-si yoxdur, həm də ki if-li cümlə indiki ilə gələcəyə uzlaşdırır dedik. Həm də B-si yoxdur. Ona görə hər tərəfli C variantı oldu. 58-ci suala baxaq. 58-ci sualda my aunt has to solve the problem by herself. Deməli, disjunctive question'dır. Solda təsdiqdir, sağda inkar olmalıdır. O zaman biz təsdiqləri ataq getsin buradan. Bu cümlənin sual inkarı nə ilə düzəlməlidir? Do does-la. Ona görə biz burada deməli do does axtarmalıyıq. Məsələn, A-nı buradan atırıq. Və my aunt, bibi xala deməkdir. Qadın cinsi olduğu üçün he olmaz. Cavab B variantı oldu. 59-cu suala baxaq. 59-cu sualda zəm var. Deməli, müqayisə lazımdır. A, C, Y, A-dır və üstünlük dərəcəsidir. Və sağ tərəfdə deyir ki, she spoke so clearly. O elə aydın danışdı ki, danışmağa aiddir zərf. Bizə ly lazımdır. Yəni D variantı. 60-cı sualda ölkə adlarının qarşısında artikl olmaz. Kanaddan qabağında artikl olmayacaq. Ona görə bu Z-ləri buradan götürək. Qalaq digərləri arasında. Sayıla bilən tək isim varsa, isimdirsə, qabağında bir artikl olmalıdır. Boşluq qoymuruq. Invention aydan başlayır, qabağında E olmaz. Cavab nə qaldı? 60-da A variantı qaldı. 61-ci sualda bizdən pasivə çevirməyə tələb olunur. Yəni, digər cümlə formasında. Deməli, aşbaz dadlı bir yemək hazırladı. Hansı zamandır? Keçmiş sadə zaman. Keçmiş sadə zaman pasiv necə düzəlirdi? Was, were, plus fail 3 lazım bizə. Variantlarımızda was, were, fail 3-ü axtaraq. A-da was, were yoxdur. C-də yoxdur. Y-də də yoxdur. Qalırıq digərləri arasında. Cümləmiz Z-dən başlayır deyə eynisi ilə cümlə başlamaz demişdik. Cavab B variantı qaldı. 62-ci sualda cümlə quruluşudur. Burada doğru cavab olacaqdır. D variantı, yəni D. 63-cü suala baxaq. Sağ tərəfdə ego var. Keçmiş sadə zamandır. Goes olmur, go olmur, goes olmur. Və had say deyə bir şey yoxdur. Since var. Bitmiş zaman necə düzəlir? Have has plus fail 3. Yəni Y variantı oldu. 64-cü sualda doğru variant C variantı. Such a useful piece of information olacaqdır burada. 65-ci sualda deməli advice 3-cü qrup feildir, to-lu feil gəlir demişdik. A variantı, yəni bu mürəkkəb tamamlıqda 1-ci və 2-ci qrup feilləri əzbərləmək lazımdır. 66-da sağ tərəfdə deyir ki, qaydaya əksdir. Deməli, kitabxanada yüksək səslə danışmamalıyıq. İnkar deməliyəm, doğru mu? Mustn't talk deyərəm ki, inkar olsun. Digərləri niyə olmur? Məsələn, A-da, D-də təsdiqdir, həm də have-in to-su yoxdur. B-də have-in inkarı özü ilə düzəlmir. Needn't varsa to olmamalıdır. Cavab C oldu. Keçək növbəti suallara. Yəni 67-yə.
67-ci sualda bizdən düzgün cümləni istəyir. One of the students varsa, one varsa, biri deyilsə submits olardı. 2 yanlış oldu. Mayor təkdə deyə has olardı. Cavab 1 və 4, yəni C variantı. 68-də o deməli dəvət etdi, amma gəlmədi deyəcəyik. Yəni təzad bir şey olmalıdır. A-da every of deyə bir şey yoxdur, getdi. C-də də every of deyə bir şey yoxdur. No of da yoxdur, həm də ki, no of yoxdur deyək. Y variantında nədir problem? Y-də problem yoxdur, çünki Y variantıdır. Törəmədən sonra of gəlmir, cavab Y oldu elə. 69-cu suala baxırıq. Mənim şalvarım deyərik. Şalvar ismi var, isimsiz olan mine'ı, your'su ataq. Sağ tərəfdə clean var. Məsələn, belə bir şey deyək, your'dan sonra isim gəlməlidir D-də. Ona görə, məsələn, bu da üstünə xətt çəkdik. Cümlənin sonunda da your gəlməz demişdik, çünki isim gəlməlidir. Cavab C oldu. Mənim şalvarım. Deyir ki, istəyirsənmi səninkini təmizləyim? To clean yours deyərim. For you, sənin üçün. Obyekt halı gəlməlidir sözündən sonra. Yəni C oldu 69-da. 70-ci sualda possessive case'in düzgün formasını bizdən istəyir. A-da Mr. Əliyev, Mr. deyilsə təkdir, apostrof S olardı. B-də some cəmdə teacher təkdə olmaz. D-də this cəmdə girl təkdə olmaz. Y-də children apostrof S olurdu. Cavab C variantı. 71-ci sualda mübtəda var sol tərəfdə, cansızdır, sağ tərəfdə isə xəbərdir. Which və who axtaracağıq. Book cansız olduğu üçün bizə which lazımdır. Keçək reading suallarına. Nelson Mandela. 72-də doğru cavab olacaqdır A variantı. 73-də doğru variant olacaqdır. Burada da A variantı. 19-cu əsrdə deyir, amma orada 20-ci əsr idi. Sağ tərəfdə deyir ki, üsyana inanırdı, yəni intiqama daha doğrusu, amma əksini demişdi orada. Yəni 1-2 bizdə yanlış cavab istəyir. A variantı olacaqdır. Keçək digər suallara. 74-də deməli mətn nə haqqındadır? Nelson Mandela'nın həyatı mübarizəsi haqqında idi. C variantı olur. 75-ci sualda niyə bir deməli lider kimi hesab olunur? Çünki o irqi ayrı seçkiliyə qarşı döyüşürdü. Yəni mübarizə aparır deyirik. Mətndə var bu. İndi qayıdıb baxmırıq bir-bir. 76-cı sualda go onu davam etməkdir. Onun yaxın mənalısı continue vardı paragraf 3-də. Bu şəkildə. 77-də isə deməli mətndən söz dəyişmək lazımdır. Azı 2 söz. Deməli nədir? Təqaüdə çıxandan sonra Mandela həmin hissəni tapmağa çalışaq. Bir saniyə. Aha. Təqaüdə çıxdı. He-dən başlayırıq. Continue davam etmək. Bunun yerinə yazmaq olar. Nə yazmaq olar? Go on elə bir yax vardı orada. Go on yazmaq olar. Inspire deməli ilham verməkdir. Onun yerinə infuse da yazmaq olar. Bu şəkildə. Ümid edirəm ki, siz də yazmışsınız. Şərh bölməsində yazdığınız fikirləri yaza bilərsiniz. 77-ni dedik. 78-də to stop trying to do something. Nə isə deməli etməyə dayandırmaq, yəni saxlamaq, tərk etmək. Cavab give up olacaqdır. Və 79-da deməli lideri böyük edən hansı xüsusiyyətlərdir deyə 3 cümləlik bir esse yazı tələb olunur. Fikirlərinizi şərh bölməsindən qeyd edə bilərsiniz. İmtahanı necə yazmışsınızsa, ümumiyyətlə bu suala diqqətli olun. Yəni sualı tam anlayıb elə yazmaq lazımdır. Çalışın ki, ən azından nələrsə yazmağa çalışın. 2 cümlə, 3 cümlə bacardığınız qədər artıq. Çünki bir cümlə belə bal verir. Belə, ümid edirəm ki, faydalı oldu. Videonu sinif yoldaşlarınızla bölüşməyi unutmayın. Listening sualları birazdan əlimdə olacaq, hələ ki yoxdur. Onu kanalın short bölməsində paylaşacağım. Yəni kanalın short video bölməsindən birazdan cavablarınızı yoxlaya bilərsiniz listening cavablarını.